Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Hər birinizi Dadaşvi kanalında salamlayıram. Və mən Yadova Dadaşov. Bugünkü bizim dərsimiz statik routingə haqqında olacaq. Onlar haqqında məlumat verəcəm. Deməli, yoldaşlar, statik routing marşrutların, routerların, ya administrator tərəfindən əli ilə manual olaraq yazılmasıdır. Yəni, doğru desək, router özü qərar vermir. Mən məsəl üçün deyirəm ki, bu şəbəkəyə getmək üçün bu yoldan istifadə etkinə. Üstünlükləri barəsində sadədir, CPU nazişləri kiçik şəbəkələr üçün idealdır. Yəni ən qısa yolu belə deyək, axtarır və çatışmazlıqları isə olur ki, böyük şəbəkələrdə çətinliklə idarə olunur və avtomatik dəyişir. Məsəl üçün biz bura tutalım ki, 2 dənə router qoyaq. Gəlin birini belə qoyaq, birini də belə qoyaq. Bu bizim birinci routerımızdır. Məsəl üçün qeyri-SIA-ya enable conft interface. Görək bunun interfeysi gigabitdir yoxsa G gigabit eləyik də məsəl üçün. Biz bura veririk məsəl üçün IP. Gəlin buna belə 192.168.2.0. Biz buna IP vermişik. Zaten bunun IP'si 2.0 oldu, 24'lük. İndi keçirik buna. Görək bunun portu nədir? Bu adıdır. Buna da gəlin belə 1.1. Deməli, biz bu ara 2 dənə IP verəndə, təbii ki, burada bizim başqa digər avadanlıqlarımız da var da, marşrutizasiyadan keçmək üçün, məsəl üçün, gəlin bura 1-2 dənə device'lar əlavə edək. Tamam, nə bilim, 5 dənə 10 dənə routerımız var və bu hamısı bir-birindən connect və bu hansı, məsəl üçün, 4-cü birinci router qoşulmaq üçün, ikinciyə qoşulmaq üçün ən qısa yolla yəni gedir, axtarılır. İndi bu şəkildə mən sizə göstərim. Bir dəqiqə. Baxın. Məsəl üçün, burada bizdə 2-dir. Körəpisi NAT-la yəni işləyir bu 10-10. Artıq burada ən qısa yol hansıdırsa, route onu hesablayır, yəni statik. Yəni sən onu manual özün yazsan ki, ən məsələn məlumat mübadiləsini ötürmək üçün hansısa daha tez çatmaq mümkündür. Və routing table deyirlər. Tabliça marşrutizasiya deyən də var. Ona marşrut cədvəl deyən də var. Routing table routerların yaddaşında olan yol xəritəsidir. Yəni burada routerlar bilir ki, hansı şəbəkəyə necə getmək olar və hansı interfeysdən istifadə etmək olar. Məsəl üçün indi tamam biz bu deyəndə biz bilməliyik ki, onun içində nə olur? Yəni destination şəbəkə, yəni hədəf, next hop növbəti router, metric və protokol. Statik də ola bilər, OSPF də ola bilər, cürbəcür də ola bilər. Ona baxmaq üçün burada show IP root komandasını yığanda gördüğünüz kimi bizdə burada default olaraq protokollarımız var. Getaway is lost or result is not set. Düzdür, biz indi buna konfigurasiya eləməmişik, hansı protokol üzərindən gedir. BGP-dir, RIP-dir, OSPF-dir.
gRGP'dir. Bu posta sadəcə mən yəni sizə komandanı göstərdim ki, görürsünüz ki, burada bütün protokollarımız artıq bizim var. Və default root haqqında danışmaq istəyirəm. Default rootlarımızı bu şəkildə göstərirəm sizə. Bunun zəhmət olmasa default root bizdə standart olaraq belə hesablanır. Deməli, default root rootun bir neçə rol tapmayanda istifadə etdiyi son çıxış yoludur. Məsəl üçün, gəlin belə bir Word-da bir şey düzəldim. Adətən belə yazılır da 0.0.0.0/0. Bu standart default root belə yazılır. Yazıram default root. Daha sonra isə Cisco-da belə gedir. Məsəl üçün IP route 1 2 3 4 dalayıcan 1 2 3 4 yenə də təkrarlayırıq. 192 168 1.1. Bu yəni nə deməkdir? İndi bəziləri deyir ki 0 hara 192 hara. Bu o deməkdir ki, bilmədiyim bütün trafik bu gateway-dən göndərir. Bunu tapmayan da sıfırlarla getsin. Yəni bunu siz router nastroyka eləyəndə siz IP verəndə burada A klassda ola bilər, B ola bilər, C ola bilər. Default olaraq bu əsasdan başqa bu sıfırları da verirsiniz. Və administrativ distans haqqında danışmaq istəyirəm. Administrativ distans routerun hansı routerə daha çox güvəndiyi göstərən rəqəmdir. Yəni, məsəl üçün, belə deyək, bu tabletçanı mən sizə göstərim. Baxın, biraz böyüdüm. Yəni ki, aydın oxunur. Connected interface, yəni qoşulan interfeysin default distansı 0-dır. Statik 1, OSPF 110, RIP 120-dir. Bu CCNA imtahanda həmişə bu sual var ki, bu distansları yadda saxlamanız daha məsələn. IGRP2 100, OSPF 110, IS 115, RIP 120, ERGP external route 170, internal border gateway protocol BGP və ondan 255. Yəni router belə başa düşür də. Router table-a baxır. Öz MAC table-una baxır. Ən yaxşı yolu seçir. Məsəl üçün, belə deyək də, bizim burada əlavə olaraq, gəlin belə deyək də, bizim burada 4 dənə routerımız var, belə deyək də, hamısı bir-birinə də bağlıdır, tamam. Yəni, bu hər belə bir dənə birləşdirək belə. Tamam, bu bizim routerlarımızdır, hə. Bütün device'larda qoşuludur. Tamam, indi göndərmək üçün bu buna, bu yəni trafik təbii ki, bunda çox gedəcək, belə deyək. Ona görə də administrativ distans routera baxır, ən yaxşı routu seçir. Route yanı yolu. Ən aşağı administrativ distans və metrik. Əgər heç şey yoxdursa, default route üzərinə sıfırlar gedir. Yəni, məsəl üçün belə eləyək də, bu tutan bizim əsas internetdir. Bu bizim ikinci ehtiyat internetimizdir. Normalda əsasən istifadə edir. Əgər kəsifdə avtomatik backuplara keçir. Yəni, ondan buna məlumat ötürmək üçün təbii ki, gördüyünüz ki, burada hopda row oynayır, metrik distansda. Distans yəni məsafə. Ona görə də routerlar table-lara baxırlar, table yadda saxlamaq olardır xüsusiyyət və ən hansı optimal yoldursa, onun üzərindən gedir. Çünki belə gedəndə həm trafik çoxalır, həm CPU-su yüklənilir, həm də belə deyək, gecikmələr, latenslər falanlar çox var olur. Qısa xülasə, static routing dediyimiz kimi yoldaşlar, əllə yazılan route'dur. Routing table router'ın yəni yaddaşıdır. Default route bilmirəmsə buraya get, yəni route tapmayanda. Administrativ distansı router'ın prioritidir. Nə qədər aşağı olanda o qədər də yəni yaxşıdır. Bugünlük bu qədər. Gələn dərsimizdə RIP haqqında danışacağıq. RIP-in versiya 1, versiya 2 haqqında. Sağ olun, gələn görüşlərdək.